Bismillahirrahmanirrahim. Qardaşlar, sizə yeni bir möcüzə göstərəcəm. Bu, Qurani-Kərimdə Bismillahirrahmanirrahim ayəsinin rəqəmləri ilə əlaqədardır. Yəni, qısa deyim, sonra geniş izah edərəm. Bismillahirrahmanirrahimdə 10 hərf var. Bədi, sindi, mimdi, ləmdi, hədi, radı, hadı, nundu, yədi və əlifdir. 10 hərf orada burada gəlməklə Bismillahirrahmanirrahim yaranıbdır. İndi bu 10 hərfin rəqəmsal dəyəri hesablayanda gəlir 6236-ya və topla 622-yə. 6236 nədir? Quran ayələrinin sayı. Bəs 622 nədir? İslam təqviminin başlanğıcı. Deməli, buradan belə bir nəticə ortalığa çıxır ki, Qurani-Kərimin ilk başlanğıc cümləsi Bismillahirrahmanirrahimdir. Bismillahirrahmanirrahim, sonra gəlir İqra bismi rabbikəl-ləzi xaləq. İlk gələn Bismillahirrahmanirrahimdir. Fikir verin, Bismillahirrahmanirrahimdə ilk gələn Qurani-Kərimin ilk cümləsidir, 10 hərfdən ibarətdir. Və hərfləri rəqəmə çevirəndə 6236 gəlir və həm də 622 gəlir. Yəni 6858 gəlir ki, biz də bundan 6236 çıxanda 622 yaranır. 6236 Quran ayələrinin sayıdır, bildik. Bəs 622 nədir? O da əvvəldir. İslam təqviminin əvvəli. Yəni, İslam təqvimi 622-dən başlayır. Hicrət 622-dən başlayır. İslam təqvimi neçədən başladı? 622-dən. Təqvim nə deməkdir? Rəqəmlər deməkdir. Bir il bundan öncə, hicrətdən bir il öncə, hicrətdən bir il əvvəl, hicrətdən 100 il öncə, 100 il əvvəl, rəqəmlər. Fikir verin, rəqəmlər deməkdir. Hərfi rəqəmə çevirdik, 622 gəldi. Amma bunlar həm də bu 10 hərf, həm də rəqəm deyil axı, həm rəqəmdir, həm də hərfdir. Hərflər nə zaman başladı? 6236 ayəsi olan Qurani-Kərimin ilk hərflər necə başladı? 10 hərf, Bismillahirrahmanirrahimdəki 10 hərf. Fikir verin, hər ikisi əvvəldir. Hərf kimi baxsaq, 6236, rəqəm kimi baxsaq, təqvim rəqəm deməkdir, 622. İndi elə isə gəlin, baxaq görək, həqiqətən bu belədirmi? Fikir verin, B hərfinin əbcəd dəyəri 2-dir. Ərəb buna isnəni deyər. Əlif 1-dir, S hərfi 500-dür, nun 50-dir, nun 50-dir. Bu əlif oxunmadı, mən də oxumadım. Elə də 601. Sin hərfinin əbcəd dəyəri 60-dır. Ərəb 60-a nə deyər? Sittun deyər. Sittunda sin 60-dır, T 400-dür, vav oxunmadı, mən də oxumadım, nun 50-dir, elə də 510. Mim hərfinin əbcəd dəyəri 40-dır. Elə isə 40 ərəb ərbəun deyər. Ərbəun kəlməsi bu cür yazılar. Əlif 1, ra 200, bə 2, ayn 70, vav oxunmadı, mən də oxumadım, nun 50. Elədir 323. Sələsun kəlməsi. Sələsun kəlməsində sə 500-dür, bu biri sə də 500-dür, vav oxunmadı, mən də oxumadım, nun 50-dir, ləm hərfi isə 30-dur. İndi burada bir dənə də deməli, bax bu göy rəngdə, bax bu göy rəngdədir, əlifdə oxunmadı, mən də oxumadım, rəqəmsal dəyər neçələdir? 1080. Xamsə və yaxud da xamsətun və yaxud da xamsəh kəlməsi X600-dür, mim 40-dır, sin 60-dır, elədir 700 elədir. 700. Və hə hərfi 5 deməkdir. Xamsətun da nə deməkdir? 5 deməkdir. Amma xamsətun kəlməsində
T hərfi hərf olmasa da oxunan bir işarədir. Ona görə bunu oxusaq 700-ün üstünə 405 gəlməliyik. Niyə? Nə üçün 405? Çünki təmərbutə qardaşlar həm 400-dür, T kimi oxusaq 400-dür, H kimi oxusaq 5-dir. Elə isə deməli təmərbutənin 2 rəqəmsal dəyəri var. Həm 400, həm 5. Biz hər ikisini oxusaq, desək ki, həm 400-ü, həm 5-i hər ikisini oxusaq. Çünki biz bunu axı həm xamsətun deyə oxuya bilərik, xamsəh də deyib dayana da bilərik. Həm 400, həm də 5 olaraq hesablayanda 405 deyirik təmərbutiyə. Görsə addelini yazmışam bunu ayrıca 405. Miətəni də mim 40-dır, əlif oxunmadı, mən oxumadım, həmzə oxunmur, əslində oxunur, amma hərf deyil. T 400-dür, nun 50-dir, əlif oxunmadı, elədir 491. Və sonra miətəni nə demək idi? 200 demək idi. Ra hərfində əbcəddə dəyəri 200-dür. Ha hərfi səməniyyətun deyilir. Sə 500-dür, mim 6-dır, yox, mim 40-dır, əlif 1-də amma oxunmadı, mən də oxumadım. Nun 50-dir, yə 10-dur. Neçə elədi? 600. Amma təmərbutə 405 elədi. Və bəyəxları nə üçün olduğunu sizə demişəm. Nun hərfi 50-dir əbcəddə. Xamsun olaraq yazılır. Xa 600-dür, mim 40-dır, sin 60-dır, nun 50-dir, elədi 750. Vav oxunmadı, mən də oxumadım. Əşəratun kəlməsi və yaxud da əşərə 10 deməkdir ərəb dilində. Əyn 70-dir, şin 300-dür, ra 200-dür, elədi 570 və təmərbutə isə 405-dir. Əşərə kəlməsi nə idi? 10 demək idi. Sonra, yəni yə hərfidir. Əlif hərfinin rəqəmsal dəyəri 1-dir, vahid deyilir, vav 6-dır, ha 8-dir, dəl 4-dür, elədi 18. Əlif oxunmadı, mən də oxumadım. Yəni bunları bu cür hesablayanda cəmin və bunların üstünə 6858 həm də 405, 405, 405 bunların hamısını bu cür hesablayanda nə yaranır? 6858. Ondan çıxaraq 6236-nı qalır 622. İndi burada belə bir məsələ var. Deyə bilərsiniz ki, təşdidin bəs altında, bax sittun kəlməsində təşdidin altında bir dənə də tə var idi ki, rəqəmsal dəyəri 400 idi. Bəs bunu oxusaydım, yazmışam bura, fikir verim, 400 yazmışam. Sonra 200 də yazmışam və 30 da yazmışam. 30 nədir? 30 oxunmayan hərflərdir. Əlif 1-dir, vav 6-dır, vav 6-dır. Sonra vav 6-dır. Bax, buradakı əlif var. Bax, bu göyrək əlif. Bu da 1-dir. Burada oxunmayan həmzə 1-dir, əlif 1-dir. Bu biri əlif də 1-dir. Miyyətəni kəlməsində 3 dənə oxunmayan hərf var. Sonra burada da bax, bu əlif oxunmur. Vav 6-dır. Bununla sonra burada və vahid kəlməsində əlif 1-dir. Bunları oxunmayanları əgər toplasaq üstünə neçə olardı? 30 olardı. Görürsünüz, bura ayrıca yazmışam 30. 30. Təşdidin altındakı T hərfi 400. Bəs bu 200 nədir? 200 qardaşlar, bax, bu tənvinlərdə, əgər tənvinləri oxusaydıq, deyəsəydik ki, xamsətun kəlməsində tənvin undur, un işarəsi, tənvin dammə, un işarəsi 50-ni bildirir. Elə isə buna desəydik 150, səməniyyətun kəlməsində 250, əşərətun kəlməsində 350, vahidun kəlməsində 450. Yəni 4 dənə 50 neçə eləyir? 200. Görürsünüz, yazmışam 200. Bax, bunları toplasaq 400, 200 və 30. Neçə elədi? 630. Deməli, ayrıca bizim 630-umuz olardı, əgər oxusaydıq. Yəni 6236 topla 622 və topla 630-umuz olardı.
Bəs bunları da oxusaydıq, oxuya da bilərik, oxumaya da bilərik. Oxusaydıq nə olardı? Qıraqda olan 630. 630 nə deməkdir? 630 Həzrəti Peyğəmbərin Məkkəni fəth eləməyi, artıq İslam dünyasının dünyaya genişlənməyi, artıq Ərəb coğrafiyasında qalmamağı, artıq müşriklərlə olan mübarizənin qurtarmağı, Məkkənin fəthi 630 və bütün qəbilələrin Məkkəyə Peyğəmbərə beyət eləmək üçün gəlməyi. Fikir verin, 630 da nəyinsə başlanğıcını göstərir artıq və nəyinsə sonun, müşriklərlə mübarizə sonu oldu və artıq İranla və Roma ilə, Bizans imperatorluğu ilə müharibənin başlanğıcı, artıq İslamın köklü bir dövlət olması. Yəni bu cür oxusaq bu cür çıxır. Bunlar da Bismillahirrahmanirrahimdəki 10 hərfdə göstərilir.